Ramazan ayının ilk günü idi. Hz. İmam Hüseyin aleyhisselam da körpe idi, ilk orucunu tutmuşdu. İslam Peyğəmbəri geldi, buyurdu ki, Hüseyncan orucuvu aç, mən məhəbbətimin yarısını səni sevənlərə ərməğan eləyərəm. Əli buyurdu ki, Hüseyncan orucuvu açsın, mən ibadətimin yarısını səni sevənlərə ərməğan eləyərəm. Xanım Zəhra buyurdu, Hüseyncan əgər orucuvu açsın, mən ibadətimin yarısını sənin üçün ağlayanlara hədiyyə eləyərəm. İmam Həsən buyurdu, Hüseyncan əgər sən orucuvu yesin, açsın, mən səni sevənlərin cənnətə daxil olması üçün şəfaət eləyərəm. Allah Cəbraili nazil elədi, Cəbrail ərz elədi ki, Allah buyurur, mən onların hamısından mehribanam. Əgər Hüseyin orucunu açsa, mən Hüseyni sevənlərin hamısını cənnətə daxil eləyərəm. Peyğəmbər buyurdu, bu hədisi hər kim yaysa, onun siması nuran.